Allah Azze ve Celle bize güzel bir şey öğretir. وَقُلْ لِعِبَادِ يَقُولِ اللَّتِ هِيَ أَحْسَنُ Kullarıma de ki birbirlerine güzel söz söylesinler. Niye ya Rabbi? Niye birbirimize güzel söz diyeceğiz? İnne şeytane yenzagu beynehum. Şeytan onların arasına düşmensizlik salardır Allah Azze ve Celle. İnne şeytane kâne lil insani aduvan mubin. Hakikaten şeytan insanın düşmenidir Allah Azze ve Celle. Allah'ın bizden istemiş olduğu şey nedir? Birbirlerine güzel söz demek. Kullarıma de ki birbirlerine güzel söz desinler. Güzel söz demek bu günlerin ne kadar çətin bir şeydir. Kardeşinle ihtilaf edirsən, onu öv, təriflə, maşallah de, Allahümme bərik. Necə bu məsələni gözəl fəhm eləmişsən? Necə gözəl bu məsələni anlamısan? Allah sənə bərəkət versin. Ama sanki bu məsələni biraz problem varmış kimi, bəlkə birlikdə araşdıraq, gözəl söz de. Gör o gələcək o məsələyə yoxsa yox. Allah deyir ki, kullarıma de, niye göre ya Rabbi de? Çünkü şeytan onların arasına düşmənçilik salar. Sen ona güzel söz demediğin zaman, sen onu təhqir elədiğin zaman, onu küçük duruma düşürdüğün zaman senden haqq qəbul eləyər, eləməz. Həmsinin qayıdırıq bayaqçı məsələyə. Ev əhli ilə, qadınla kişi münasibətində. Məclisimiz də toy məclisi də qoy fayda olsun yeni evlənənlərə. İnsan gələ danışanda gözəl xitab etməyi bilsin. Zövcəsinə desin onu, əgər qadın kişidə və yaxud da kişi qadında bir şeyi düzəltmək istəyirsə, ilk önce onu tərifləsin. Ona gözəl söz desin. Bu Allah Azze ve Celle'nin istəyidir. Zövcəsinə desin ki, ey qadın, vallahi sən neymətsən. Elhamdülillah, sən yox idin, mən paltarımı ütüləyə bilmirdim. Sən yox idin, mən hər səhər duranda səhər yeməyi önümdə yox idi. Allahdan neymətsən, Allah sənə bərəkət versin. Allah səni ucatsın, vallahi mən səndən razıyam. Bilirsən də hədisi Allah əri ondan razı olan qullarından, o qadınlardan razıdır. Allahdan istəyirəm, o da səndən razı olsun. Sonra de ki, vallahi o qədər gözəlliyin içərisində bir dənə məsələ var. İstəmirəm ki, o gülün, çiçəyin üzərində bir dənə balaca hörümçək olsun. Ki, o hörümçəyi düzəldək. Gör düzələcək yoxsa yox. Ondan sonra denən, o tərifdən sonra nə desən düzələcək vallahi, nə desən. Həmsinin qadın ərinə qarşı. Sən neymətsən mənim üçün. Sən Allahın verdiyi neymətsən. Sən işləyirsən, bu saçını bizim üçün ağartmısan. Vallahi sənin əlin ki, o mazı oldu, bizim üçün eləmişsən. Allah sənə bərəkət versin, Allah səni qorusun, Allah səni ucaltsın. Sən neymətsən mənim üçün, evimdə otururam, Quran oxuyuram, maddi dərdim yox, işıq pulu dərdim yox, su pulu dərdim yox, evin kirası dərdim yox, sən neymətsən. Amma vallahi bir dənə bir şey var, onu düzəltsən, səndən bitdi artıq, sən mənim üçün vaz keçilməzsən. Dey, vallahi de, eyb etməz. Sığışdırmır insan deməyi. Ondan sonra o kişiyə nə desən qəbul edəcək. Denən ki, o problemi düzəldək. Gör qəbul eləyir yoxsa yox. Gör düzələcək yoxsa yox. Amma insanlar bir-birlərinə gözəl söz demirlər. Neyniyir? Haqqımdır deyir. Sənə verəcəm deyir, məhkəməyə deyir. Haqqımı ödə deyir. Belə olur yəni. Sən o gözəl söz, Allah deyir ki, وَقُلْ لِعِبَادِ يَقُولِ اللَّتِ هِيَ أَحْسَنُ Qullarıma de, bir-birlərinə gözəl söz desinlər. Heç yaradan yaratdığını bilmir, onun nə ilə islah olacağını, onun nə ilə düzələcəyini, onun nə ilə xeyrə gələcəyini heç Allah bilmir. Allah bilir və Allah da bizim bir-birimizə gözəl söz deməyimizi istəyir. Kimlə ixtilaf ediriksə edək, o dilimizi şirinləşdirəcəyik, o dilimizi gözəlləşdirəcəyik, ta ki, istədiyimiz xeyrə sata bilək. Məqsədim onu qurtarmaq deyil, məqsədim istədiyim şeyə nail olmaq deyil. Bunun yolu əgər gözəl söz deməkdəndirsə, gözəl sözü istifadə elə. Bunun yolu əgər gözəl söz deməkdirsə, ondan istifadə elə. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləm necə əhlinə qarşı gözəl sözlər sərf edirdi. Əhlinə qarşı gözəl söz sərf etmək insanı xeyrə aparır. Bu günləri vallahi bir daha qeyd edirəm ki, şahid oluram, görürəm. Qadın deyir ki, 11 ildir, bir dəfə insan xoş söz deməzdir, bir dəfə. Qadın həsrət qalıb. Həsrətdir, vallahi bir dənə xeyir, bir dənə xoş sözünə həsrətəm deyir. Yoxdur. Belə ola bilər, belə ailə davam eləyə bilər. O da insandır, onun da fitrəti var. Allah onu zərif yaradıb, o istəyir ki, sən ona gözəl söz deyəsən. Həmçinin qadınlar elə bilirlər ki, kişilərin xoş sözə ehtiyacı yoxdur. Var, vallahi var, onun da ehtiyacı var. Ona da xoş söz demək lazımdır. İnsanlar gələ bu şeylərə diqqət etsinlər.